Buz dövrü yerin iqlim şəraitində böyük dəyişikliklərə səbəb olmuş əsas hadisələrdən biridir. İngilis dilində Ice Age adlandırılan bu dövr təxminən 5 böyük buzlaşma dövründən ibarətdir. İnsan tarixində bu dövrlərdən ən sonuncusu son buz dövrü adlanır ki, bu da 2 milyon 600 min il əvvəl başlayıb və təxminən 10 min il əvvəl sona çatıb. Bu dövrdə iqlim çox sərt və soyuq olub. Yer kürəsinin böyük bir hissəsi buzla örtülüb və qutb bölgələrində buz təbəqələri genişlənib. İnsanlar bu çətin şərtlər altında yaşamaq üçün mübarizə aparmalı olublar. Son buz dövrü təxminən 2 milyon 600 min il əvvəl başlamış və müxtəlif mərhələlərdən keçmişdir. Bu dövrdə yerin temperaturu kəskin şəkildə aşağı düşmüş. Buzluqlar qutblardan ekvatora doğru genişlənmiş və iqlim çox sərt olmuşdur. O dövrdə insanlar əsasən Afrikada yaşayırdılar. Afrika isti iqlimi və zəngin təbii ehtiyatları ilə insanların yaşaması üçün daha əlverişli bir yer idi. Lakin zaman keçdikcə insanlar yeni torpaqlar axtarmaq üçün digər qitələrə yayılmağa başladılar. Bu dövrdə Avropa və Asiyada hava daha soyuq idi. Yay aylarında da temperatur indiki dövrlə müqayisədə çox aşağı olurdu. Qış aylarında isə qar və buz uzun müddət ərimirdi. Buz dövründə insanların əsas düşməni soyuq hava və qida çatışmazlığı idi. İnsanlar yemək tapmaq üçün daha böyük əraziləri gəzməli, yeni ov üsulları inkişaf etdirməli və çətin şəraitə uyğunlaşmalıydılar. Buz dövründə insanlar əsasən kiçik qruplar halında yaşayırdılar. Bu qruplar birlikdə ov edir, yemək yığır və bir-birinə kömək edirdi. Çünki tək başına yaşamaq və sağ qalmaq demək olar ki, mümkün deyildi. İnsanlar əsasən mağaralarda və ya küləkdən və soyuqdan qorunmaq üçün düzəltdikləri sadə sığınacaqlarda yaşayırdılar. Mağara divarlarında tapılan rəsmlər o dövrdə insanların gündəlik həyatı haqqında məlumat verir. Ovçuluq insanların əsas qida mənbəyi idi. Onlar mamut, maral və digər iri heyvanları ovlayırdılar. Amma bu heyvanları ovlamaq asan deyildi. İnsanlar daş silahlar və neyzələr hazırlayaraq ov etməyə uyğunlaşmışdılar. Onlar qrup şəklində ov edərək birlikdə işləməyə öyrənmişdilər. Ondan əlavə, insanlar yığıcılığa da məşğul idilər. Onlar yabani bitkilər, gilə meyvələr və qoz fındıq toplayırdılar. Qış üçün qida ehtiyatı yığmaq həyati əhəmiyyət daşıyırdı. İnsanların sağ qalmasını təmin edən ən mühüm kəşflərdən biri odun istifadəsi oldu. Od insanlara soyuqdan qorunmağa, yemək bişirməyə və yırtıcı heyvanlardan müdafiə olunmağa kömək edirdi. Geyimlər də insanların sağ qalması üçün çox vacib idi. İlk dövrlərdə insanlar heyvan dərilərindən paltarlar düzəldirdilər. Sonralar isə dəriləri xüsusi üsullarla işləyib, daha rahat geyimlər hazırlamağa başladılar. Buz dövründə insanlar təkcə geyimdən deyil, həm də heyvan dərilərindən, düzəltilmiş qalın yorğanlardan və sığınacaqlardan istifadə edirdilər. Bütün bunlar onların soyuqdan qorunmasına kömək edirdi. Buz dövründə insanların yaşamaq üçün seçdiyi yerlər əsasən mağaralar və təbii sığınacaqlar idi. Onlar bu yerləri küləkdən və soyuqdan qorunmaq üçün istifadə edirdilər. Lakin bəzi insanlar torpaqdan, mamırdan və heyvan dərilərindən istifadə edərək sadə daxmalar düzəldirdilər. Bu dövrdə insanlar kiçik icmalar şəklində yaşayırdılar. Birlikdə ov edərək qida əldə edir, bir-birlərinə kömək edirdilər. İctimai həyatın bu cür təşkili onların sağ qalmasına böyük kömək edirdi. Həmçinin onlar birlikdə yaşayaraq təhlükələrə qarşı daha yaxşı müdafiə olunurdular. Buz dövrünün insanları bizə maraqlı bir miras qoyub gediblər. Mağara rəsmləri. Bu rəsmlər əsasən ov səhnələrini, heyvanları və bəzən də insan fiqurlarını təsvir edirdi. Bu rəsmlər insanların dünyanı necə gördüyünü və hansı heyvanları ovladıqlarını göstərir. Bu rəsmlər təkcə bədii ifadə vasitəsi deyil, həm də dini və ya sehirli inanclara bağlı idi. İnsanlar ovdan əvvəl heyvanların rəsmlərini çəkərək uğur qazanacaqlarına inanırdılar. Mağara rəsmləri sübut edir ki, buz dövrünün insanları təkcə yaşamaq üçün mübarizə aparmırdılar, həm də öz dünyalarını anlamağa və ifadə etməyə çalışırdılar. Təxminən 10 min il əvvəl buz dövrü sona çatmağa başladı. Yer kürəsi isinməyə başladı və buzluqlar əriyərək geri çəkildi. Bunun nəticəsində dəniz səviyyəsi yüksəldi, yeni çaylar və göllər yarandı. Bu dəyişikliklər insanların həyatına da böyük təsir etdi.
Artıq ovculuq və yığcılıq tək həyat tərzi deyil. İnsanlar daha münbit torpaqlara köç edərək kənd təsərrüfatına başladılar. Neolit dövrü ilə birlikdə insanlar heyvanları əhliləşdirməyə və bitkiləri əkməyə başladılar. Bu onların qida ehtiyatını artırdı və daimi məskunlaşma üçün imkan yaratdı. Buz dövrü insan tarixində mühüm bir mərhələ oldu. Buz dövrü insanların çətin şəraitlərə uyğunlaşmaq və sağ qalmaq üçün nə qədər bacarıqlı olduqlarını göstərdi. İnsanlar buz dövründə əldə etdikləri bilik və bacarıqlar sayəsində gələcəkdə daha mürəkkəb cəmiyyətlər yaratmağa başladılar.